Uşağa mütləq dərəcədə bəlli bir yaşdan cinsi tərbiyə öyrədilməlidir. Bunu əsasən, yəni 10 yaşından aşağılarda valideynlər eləyir və daha çox da ananın üstünə düşür bu vəzifə. Uşaq tərbiyəsi necə olmalıdır? Uşaq tərbiyəsində mütləq dərəcədə uşaq bəlli bir yaşa qədər, yəni 5-8 yaş arasına qədər oğlanla qız arasında müəyyən qədər fərqləri bilmək məcburiyyətindədir. Haralarda çılpaq gəzmək olar, haralarda paltarlı şəkildə gəzmək mütləqdir, bunları bilməlidir və yaxud da öz bədən hissələrini kimə göstərə bilər, kimə göstərə bilməz. Bunların mütləq dərəcədə 5-8 yaş arasından artıq aşılanması mütləqdir. 9-12 yaş arasındakı uşaqlarımıza mütləq dərəcədə bədəndə baş verəcək dəyişikliklər haqqında məlumatlandırma olmalıdır. Məsələn, səsin qalınlaşması, tüklənmənin baş tutması və yaxud da qızlarımızda erkən menstruasiyanın başlanması düzgün şəkildə öyrədilməlidir və uşaqlar bunu bir ayıb kimi görməməlidirlər. Uşaqlarımız mütləq dərəcədə kənar müdaxilələrdən, qeyri-ixtiyari müdaxilələrdən, birilərinin ona toxunmalarına, haralara toxunula bilinər, haralara toxunula bilinməz haqqında mütləq dərəcədə məlumatlandırmalıdır. Onlar bilməlidirlər ki, məsələn, sinə bölgəsinə toxunmaq olmaz, cinsi orqan tərəfə toxunmaq olmaz, popo qisminə toxunmaq olmaz. Bunlar artıq yavaş-yavaş öyrədildiyində uşağımız da özünü qoruya bilir. Bunlar da baş verdiyində mütləq dərəcədə uşağımız həyəcan siqnalı verməli, yəni qışqırmalı və öz böyüyünə, yəni yanında valideyni varsa, yaxınında valideynin deməlidir və yaxud müəlliminə bu barədə məlumatlandırmalıdır. 13 yaşından sonra artıq burada zorakılıq hallarıdır, bunlar nələr ola bilər, onun haqqında uşaqlar mütləq dərəcədə məlumatlanmalıdır. Yəni bu müsəlman ölkəsiyiz, doktor, bizdə belə şeylər olmur deyə bilərsiniz, amma təəssüf olsun ki, indiki internetə çıxış o qədər asanlaşıb ki, balalarımız çox sürətli şəkildə qeyri-düzgün mənbələrdən informasiyanı alırlar. Yəni bunun mütləq dərəcədə məlumatı internetdən deyil də valideynin özündən almalıdır. Yəni valideyn ayıb mövzulardır, qınanarsan, sakit ol, səsini çıxartma falan, bunlar kəsinliklə yanlışdır. Övladlarımız rahat şəkildə problemlərini baş tutan şeyləri öz valideynlərinə demək məcburiyyətindədir. Yəni əgər burada qorxudan söhbət gedirsə ki, valideynlər əsəbləşər, artıq uşaqlarımız çəkinirlər, olan şeyləri düzgün şəkildə valideynlərinə ötürmürlər. Avropa kimi ölkələrdə artıq 10 yaşından sonra məktəbdə bu barədə məlumatlar verilir. Yad insanları özlərini necə xilas etməlidirlər, öz bədən hissələrini tanıtmaqdır. Bunlar artıq tədrisdə var. Amma ki, Azərbaycanda bu olmadığı üçün bu vəzifəni valideynlər də olmasa, xalalar, bibilər, dayılar mütləq dərəcədə bu məlumatı uşaqlarımıza ötürməlidir ki, uşaqlarımız qorxusuz, hər hansı bir kənardan təzyiq olmadan rahat şəkildə böyüsünlər. Bunu ayıb olar, uşaqla aramızdakı pərdə yox olar deyib də bu mövzularda çox danışılmır. Amma ki, uşaqlarımız da gələcəkdə nə qədər xəstəliklər tutulduqlarında və yaxud da müəyyən səhvlər etdiyimizdə uşaqlarımızı günahlandırırıq. Əslində günahlandırılması gərəkən biz böyüklərik ki, vaxtında bu məlumatları uşaqlarımıza düzgün şəkildə ötürməmişik və bu mövzuları hər zaman ayıb bilib bağlamışıq. Bu kimi məlumatları əldə etmək üçün kanalıma abunə olmağı unutmayın.